Soruğa əsaslı keçəcəyik. Bunlar qalıb orada. Ondan sonra keçmişik biz, indi birbaşlarına keçəcəyik. Sinxron, asinxron, qarışıq, hibrid, sorğu, layihə əsaslı oyun, oyunlaşdırma. Demək olar ki, bir bölmədir bu təlim modelləri. Aydındır? Yenə deyirəm, birbaşa tədrisi indi keçəcəm. Qalan sorğu ilə da qalacaq nə? 5Y modeli. Onlar bir-birinə olsa oxşardır. Onu da 6-cı gün keçəcəm, все, onu da yekunlaşdıracaq. Buna uyğun da çoxlu testlərimizdə sizə təhvil verəcəm. Aydındır? Narahat olmayın. Yaxşı. Birbaşa tədris. Təlim modelinin adı nədir? Birbaşa yazın. Birbaşa tədris. Birbaşa tədris. Birbaşa tədris. Ümumiyyətlə, belə deyim də, birbaşa tədris qəbula 2 ildir, 3 ildir artıq da bir mövzu kimi salınıb. Düzdür. 1900 səhv etmirəmsə il düzdür. Düşmür 1960-cı ildə belə deyim, Rosenstein tərəfindən tədris olunub. Desəz ki, müəllim o vaxtı tədris olunub, bu onda ənənəvi təlim modeli sayılır. Xeyr. Bütün təlim modellərimiz müasir təlim modeli, yəni şagird mərkəzli təlim modelidir. Aydındır? Yəni bu 1960-cı ildə icad olunsa da Rosenstein tərəfindən, amma yenə deyirəm, şagird mərkəzli təlim modeli olacaqdır. Aydındırmı? Buradakı bilginiz aydın. İl zad ehtiyacı yoxdur. Buna ehtiyac. Birbaşa tədrisdə nədir? Birbaşa tədrisdə bir ümumi bir belə deyim də, fikir bildirim. Sonra isə prinsiplərin və 10 dənə addımı var. Onu öyrənəcəyik. Çətin bir mövzu deyil. Birbaşa tədrisdə deyir ki, Rosenstein, eşidin məni sonra yazın. Nə olursa olsun, nə olursa olsun. İstəyir sinifdə autizm uşağı olsun. Məni diqqətlə dinləyin, sonra yazacaqsınız. Xahiş edirəm sizdən. İstəyir autizm uşağı olsun. İstəyir Down sindromlu uşaq olsun. İstəyir inkluziv olsun. Əgər müəllim bu təlim modelindən istifadə edərsə, dərs prosesində bu təlim modelinə uyğun olaraq dərsini təşkil edərsə, fərqi yoxdur. Nə olursa olsun, orada öyrənmə baş verəcəkdir. Bayaq sadaladığım kimi, sağlamlıq məhdudiyyəti olan şagird olsa da belə, müəllim bu təlim modelindən istifadə etsə, orada öyrənməmək deyə bir şey qalmayacaqdır. Hamı öyrənəcəkdir. Əsas məğzi bundan ibarətdir. Bax, yadınızdan çıxartmayın. Birbaşa tədrisin əsas məğzi nədir? Necə ki, nəzəriyyələri keçəndə deyəcək, əsas məğzi nədir burada? Kökündə nədir yanı? Bizdən nə istəyir? Burada da əsas yanaşma hər bir şagirdin orada öyrənməsidir. Öyrənməmək kimi deyilən bir yanaşma ola bilməz bu təlim modelində. Əsas məğz budur. İndi yaza bilərsiniz. Deməli, bunu yazım, sonra prinsiplərinə keçək. Yəni, birbaşa tədrisdə 1960-cı ildə yaradıb, yenə deyim, il düşmür, ad düşmür, ehtiyac yoxdur. Yenə bir məlumat verirəm. Rosenstein deyir ki, bəs burada öyrənməmək deyə bir şans yoxdur. Bütün şagirdlər burada öyrənəcəkdir. Sabah düşər ki, inkluziv, autizm, Down sindromlu uşaqlar birbaşa tədrisdə öyrənmir, yanlış yanaşma olacaqdır. Hər bir şagird sağlamlığından asılı olmuyor. Hər bir şagird burada nədir? Bu təlim modelini istifadə etsə, orada o şagirdlər də öyrənəcəkdir. Bura kimi aydın olduğu fikrim? Məncə aydın oldu. Yaxşı, indi gəlin bir şey deyim sizə. Birbaşa təlimdə, öyrənmədə dedik ki, prinsip vardır. Hələ ki, prinsipi öyrənəcəyik. Hansı prinsiplər var? Yenə deyirəm, bunun ardıcıllığı düşmür. Əzbərləməyə ehtiyac yoxdur. Sadəcə indi mənə başa düşün, sonra yazarsınız. Təkrar edəcəm, yazacaqsınız. Amma diqqətlə qulaq asın. Deyir ki, birinci prinsipdə danışıram. 5 prinsipi var, 10 dənə də addımı var. Bax, qarışdırmayın. 5 prinsip, 10 addım var. Birinci prinsipdə deyir ki, şagirdlərin öyrənməmək kimi şansı yoxdur. Öyrənməmək şansı yoxdur. Şansı yoxdur. Yəni, sinifdə 30 şagird olsun, birbaşa tədrisdən istifadə edək, 30-u da öyrənəcəkdir. Orada öyrənməmək deyə bir şey ola bilməz. Birinci prinsipdə bunu qeyd edir. Aydındır? İkinci prinsipdə nə deyir? İkinci prinsipdə deyir ki, yəni sinifdəki 30 şagird varsa, biz deyə bilmək 30 da alim olacaq deyə bir şey yoxdur. Aydındır? Lap özümüz deyək də, indi İraq olsun, hamı hazırlaşır. Nə olsun hazır? Biri sabah gəlib imtahanda uğur əldə edə bilər. Biri o demək deyil ki, getdi imtahanda bal toplaya bilər. Amma nədir? Vokalist uğur qazana bilməz. Bir balın, özün burada əhəmiyyəti böyükdür. Hamınız hazırlaşırsınız. Bəyəm, hamınız alimsiniz, hamınız gəlib qəbul olacaqsınız. Xeyr. Tək ki, qəbul olun deyək, hamınız uğur qazanın, o başqa məsələ. Burada da deyir ki,
Yəni sinifdə nə qədər şagird varsa, onlar alim olacaq deyə bir şey yoxdur. Amma hər bir şagirdin çərçivə, bir bacarığı var da, o çərçivə uyğun, o bacarığına uyğun olaraq şagirdə deyir yanaşqina. İkinci prinsip də bunu deyir. Deyir ki, hər bir şagird alim olacaq deyə bir şey yoxdur. Hər kəs öz bacarığı çərçivəsində nədir? Öyrətmək lazımdır. Hər bir şagirdi, hər bir şagirdi öz bacarığı çərçivəsində öyrətmək. İndi bura yerləşmədi, çərçivəsində öyrətmək. Bəs yaxşı, biz deyirik ki, sinifdə 30 şagird var, müəllim bu təlim modelindən istifadə etsə, orada bütün şagirdlər nədir? Öyrənəcəkdir. Bunu öyrədən kimdir? Müəllimdir. Bəs burada müəllim nə ilə təmin olunmalıdır? Deyir, əgər müəllim material nədir? Yəni materiallarla təmin olarsa, burada öyrənmə mümkün olacaqdır. Üçüncüdə müəllimin materiallarla, resursların təmin olunmasıdır. Əgər müəllimin kifayət qədər materialı, resursu olarsa, öyrənmə mümkün olacaqdır. Üçüncü prinsip də onu deyir. Prinsiplərdən danışırıq, əzbərləməyə ehtiyac yoxdur. Üçüncü mərhələdə deyir ki, yaxşı, biz hər bir şagirdi öz bacarığı çərçivəsində öyrətdik. Öyrədən kimdir? Müəllimdir. Müəllim nə ilə təmin olunmalıdır? Mənim əyani vəsaitim yoxdur, mənim resursum yoxdur. Mən bu şagirdi necə öyrədə bilərəm? Öyrədə bilərəm? Xeyr. Əgər mənim resursum, materialım olarsa, yəni müəllimin kifayət qədər materialı, resursu olarsa, burada nə dedik? Öyrənməyə baş tutacaqdır. Üçüncü mərhələ müəllimlə bağlı. Müəllimin resursu, materialın olmasıdır. Bəs dördüncü nədir? Aşağı səviyyəsi, bilik yəni səviyyəsi aşağı olan şagird varsa, indi bura yazmıram, bilik səviyyəsi aşağı olan şagird də varsa, mütləq şəkildə bu təlim modelindən istifadə etsə, orada öyrənmə baş verəcəkdir. Prinsiplər daha bunlar hələ ki, əzbərləmə ehtiyac yoxdur. Yenə deyirəm ki, əgər dördüncüdə deyir ki, aşağı nəticəsi olan şagird birbaşa tədrisdə yüksək nəticə toplaya bilər. Qısa yazıram. Aşağı səviyyədə olan şagird varsa, müəllim birbaşa tədrisdən istifadə etsə, həmin aşağı səviyyəsi zəif olan şagirdin bilik səviyyəsini yüksəldə bilərik. Bu tədris növünə istifadə etsək. 4-də odur. Deyir ki, 5-də isə deyir ki, təlimin hər bir mərhələsində müəllim şagirdləri nə etməlidir? Şagirdlər diqqət mərkəzi saxlamalıdır. Müsahibə mərhələsində iştirak edən müəllimlərimiz var ki, burada miqçilərimizdən söhbət gedir. Orada deyir ki, müəllimin hansı qabiliyyəti olmalıdır ki, sinifi idarə edə bilsin? Müəllimin diqqəti paylama qabiliyyəti olmalıdır. Bu qabiliyyətə malik olmalıdır. Necə deyirik? Elə ki, müəllimin qarşıda da gözü var, arxada da gözü var. Müəllim arxada gözür. Bir də gözü şagirdə elə bir müəllimlə dialoqda olurlar. Baxın, müəllimin diqqəti paylaya bilmə qabiliyyəti olmalıdır. Sinifdə 30 şagird varsa, mən ön partada olan şagirdləri ancaq nəzarət altında saxlamalı deyiləm. Hər birdə diqqət yetirməliyəm. Diqqəti paylaya bilmək qabiliyyəti olmalıdır. Əks əlaqə verməlidir. Əks əlaqə müəllim şagirdlərə verməlidir. İstiqamət verməlidir. Bir də diqqəti nədir? Diqqəti hər kəsə paylaya bilməsidir. Bilməsi. Əzbərləməyə ehtiyac yoxdur. Gəlin bir dəfə də sizinlə birlikdə deyək. Birbaşa tədris nədən bəhs etdi? Birbaşa tədrisdə biz dedik ki, nədir? Rosenstein deyir ki, yəni burada öyrənməmək deyə bir şey yoxdur. Bütün stil sağlamlığı məhdud olan şagird olsa da belə, yəni autizm, Down sindromlu olsa da belə, fərqi yoxdur. Bilik səviyyəsi aşağı olan şagird olsa da belə, biz bu təlim modelindən istifadə etsək, hər biri öyrənəcəkdir. Öyrənməmək deyə bir şans yoxdur. Bəs prinsiplərində nə dedi? Prinsiplərində deyir ki, hər kəs burada öyrənməlidir. Öyrənməmə şansı yoxdur. Hər bir şagirdin öz bacarığı var. Əsmərin bir bacarığı var. Aydənin bir potensialı var. Hər birinin o potensialına, bacarığına uyğun olaraq çərçivə daxilində şagirdi öyrətmək lazımdır. Və müəllimin
onu öyrətməkdən ötürü resursu olmalıdır. Materialla müəllim təmin olunmalıdır. Resurs, material olarsa öyrətmək mümkün olacaqdır. 3-də onu dedik. 4-də nə dedik? Dedik ki, aşağı səviyyəsi, Pəna, aşağı səviyyəsi aşağı olan şagird varsa, bilik səviyyəsi aşağı şagird olan varsa, birbaşa tədrisdən istifadə edərək onun bilik səviyyəsini yüksəltmək mümkündür. 5-də nə dedik? Müəllim gedib oturmamalıdır stolda. Oturub da başını salıb aşağı telefonla oynasın və yaxud da ki, misal çəkirəm, nə bilim, fikri dağınıq olsun, yox. Müəllim nə etməlidir? Diqqəti paylaya bilməlidir. Bütün şagirdlər diqqət mərkəzi sağlama bacarmalıdır. Əks əlaqə verməlidir bütün şagirdlərə. Səhvləri varsa onları düzəltməlidir. Aydındır? Bu 5 dənə yadınızda saxladınızmı? Bu prinsipidir. Sıralamaq vacibdirmi? Xeyr, vacibdir. Bəs müəllim deyərsən ki, necə sual düşəcək bütün təlim modellərindən? Sual verəcəkdir. Məsələn, müəllim şagirdlərin hər birini diqqət mərkəzi saxlayır. Burada öyrənməmək deyə bir şans yoxdur. Hansı təlim modelinə aiddir? Avtomatik olaraq açar məqam kimi öyrənməmək deyə bir şans yoxdur. Avtomatik birbaşa tədrisə aid olacaqdır. Müəllim şagirdə bir layihə verir. Şagird 2 ay ərzində o layihəni belə problemli bir situasiya qoyur. O problemli situasiyanı sözlə təklif edir. Hansı təlim modelinə aid olacaq? Problem əsaslı təlim modelinə. Aydındır? Yəni bu situasiyalar təlim modelinə belə düşəcəkdir. Fikrim çatdı sizə? Yaxşı. İndi gəlin, əsas məsələ bu prinsiplər idi. Əzbərləmə ehtiyac yoxdur. İndi 10 dənə addımını deyək sizə. Əvvəllər 26 addımdan ibarət idi. Sonradan isə birləşərək 10 addım, Allah ölənlərinə rəhmət eləsin, 10 addımı təqdim etdi bizə. 10 dənə addım var. Bəs müəllim, 1-ci, 2-ci, 3-cü, 4-cü nələr aid olduğunu bilməliyəm? Xeyr, bilməli deyirəm. Lazım deyil. Eşitdiniz? Əsas məğzi tutmalısın. Aydın oldu fikrim. İndi mənə diqqətlə qulaq asın, onda biləcəksiniz söhbət nədən gedir. Birinci, 10 addımdan birincidə. Birbaşa tədrisin indi 10 addımıdır. Bayaq prinsipin dedim, ha. İndi 10 addımı deyirəm, ay Pənah. Birinci addımda nədir? Müəllim gəldi gecə sinifə. Biz dedik ki, bu təlim modellərindən müəllim istədiyi şəkildə birini seçib sinifdə tətbiq edə bilər. Yəni, müəllim sərbəstdir də. Məqsədinə uyğun olaraq müəllim təbii ki, hansı təlim modelini istəyirsə, onu istifadə edə bilər. Mövzuya uyğun, məqsədə uyğun seçə bilər. O öz yerinə qaldı. İndi mən birbaşa tədrisdən, birbaşa təlim metodundan istifadə edib dərsimi qurmaq istəyirəm. Təsəvvür edin ki, mən Ülviyə müəllimim. Girmişəm sinifə, bu təlim modelindən istifadə edəcəm. Birinci nə ayıracam? Girdim sinifə, keçəcəyim mövzu var, ha. Keçəcəyim mövzunu mən, mövzu nədirsə, aşağı siniflərdə, necə ki, şagird inteqrasiya keçmişsiniz, ha. Aşağı siniflərdə bu mövzu ilə bağlı şagirdin köhnə biliyini yada salıb indiki biliyinin əlaqələndirəcəm. Yəni, inteqrasiya etmiş olacaq. Birinci addımda müəllim keçəcəyi mövzunu aşağı siniflərdə keçibsə, o mövzu ilə bağlı əlaqələndirəcəkdir. Yəni, inteqrasiya edəcəkdir. Birinci addım da budur. Aydındır, birinci addım. Başa düşdünüzmü elə demək istədiyimi? Birinci addım əlaqənin qurulması. Yəni, aşağı sinifdə keçirilənlərlə. İnteqrasiya, şagird inteqrasiya. İkinci addım. Birinci addımda məsələn, mövzum isimdir. Uşaqlar, deyirəm ki, uşaqlar, aşağı siniflərdə ismin tərifini öyrənmişdik. Gəlin yadımıza salaq. Keçdikmi? Yaz, əsmər, açar məqamları yaz, əzizim. Həm eşitmək, həm görmək, həm yazmaq, onu daha da öyrənmək təmizdir. Çünki fikrin diqqətin onda orada olacaqdır. Yəni, öyrənmək istəyirsinizsə, dərsi öyrənmək istəyirsinizsə, dediyim metoddan istifadə edin. Həm məni görürsünüz, həm lövhədə izah verirəm, həm dilimə gətirib hər dəfəsindən təkrarım, həm də yazırsınız. Yəni, görərək, oxuyaraq, nəm qeyd edərək öyrənmək üçün sizin üçün nədir? Faydalı olacaqdır. Nəysə, isim mövzusunu mən keçdiyim, laf gözəl. Aşağı siniflə isimdən əlaqələndirdim. Bu olacaq nə? Deyirəm, uşaqlar, isim mövzusunu keçmişdik ha, biz aşağı sinifdə. Deyin, görün, mən ismin tərifini öyrənmişdiniz. Nə idi o? Keçdi, əlaqələndirdim mi? Birinci addımda budur. İnteqrasiya etdim, şagird inteqrasiya etdim. İkinci addımda deyir ki, keçəcəyi mövzu var ha. Elə müəllim gəlsin, dayansın lövhədə, başlasın, belə deyim də, məsələn, mən təlim modellərinin hamısı siz orada dayanın, mən də danışa-danışa gedim. Öyrənməyəcəksiniz onda. Mən hissə, nə etməliyəm? Hissə keçməliyəm. Hissə.
Məsələn, bayaqlarım prinsiplərini dediyim, dayandım. Axı o birdə keçmədim mi? Avtomatik olaraq nə elədim? Sizi sual-cavab elədim. Hissə-hissə keçib sual-cavab olunmaq. Hissə-hissə keçib sual-cavab olunmaq. İkincidə müəllim mövzunu hissə-hissə keçməlidir. Hər bir hissəni keçdikdən sonra nə etməlidir? Şagirdləri sual-cavab etməlidir. Sual-cavab etməlidir. Yazın ha, zəhmət olmasa. Aydındır, ikinci mərhələ. Yenə deyirəm ha, müəllim ə, ancaq danışsın, şagird dinləsin, elə bir şey yoxdur. Müəllim nə etməlidir? Keçdiyi, bir hissəni keçdiyi, avtomatik olaraq sual-cavab eləməlidir, ikinci hissəyə keçməlidir. Aydındır? Bəs yaxşı, üçüncü mərhələdə, üçüncü addımda nə var? Mövzum isimdirsə, isimlə bağlı çoxlu şagirdlərə suallar verəcəm. Çoxlu suallar. Suallar verəcəm. Çoxlu suallar verəcəm. Bu çoxlu suallar verəndə də, məsələn, taksonomiyanın mərhələlərinə uyğun olaraq çoxlu suallar verə bilərəm şagirdlərə. Yəni anlamaq, xatırlamaq, tətbiq, təhlil, dəyərləndirmə, yaratmaq mərhələsinə uyğun olaraq mövzuyla bağlı şagirdlərə çoxlu suallar verirəm. Bax, bura kimi görürsünüz ki, ancaq müəllimin fəaliyyətidir. Şagirdin burada fəaliyyəti var? Yoxdur. Müəllimin fəaliyyətidir. Ona görə deyir ki, burada öyrənməmək deyə bir şey yoxdur. Hazır şəkildə müəllim qarşısına qoyur da, şagirdlərin qabağında yemək qoyur. Sizin kimi mən sizin qarşısında yemək qoyuram. Siz əyrənirsiniz ki, ay müəllim, bu yemək istidir. Üfülləginə bizi ver yemək elə yeyək. Yəni o temadır. Yəni o söhbətdə. Deməli, birincidə nə dedik? Xatırlatma ilə. Birincidə olduğu müəllim mövzunu keçəndə mütləq şəkildə keçəcəyi mövzunu aşağı siflərdə əlaqələndirmə, amma mövzu ilə bağlı əlaqələndirməlidir. İkincidə hissə-hissə keçməlidir. Hər hissəni keçdikcə sual-cavab eləməlidir. Hər hissəni keçdikcə şagirdlərə sual-cavab eləməlidir. Üçdə isə mövzu ilə bağlı çoxlu suallar verməlidir. Taksonomiyanın mərhələlərinə uyğun olaraq. Üçə kimi aydındır? Məncə aydındır. Neçə dəfə təkrarladım. Dördüncü mərhələdə nə var görək? Dördüncü mərhələdə isə, məsələn, isim mövzusu keçmişəm, çoxlu sual vermişəmsə, ismə aid mən müəllim, ismə aid 1-3-4 dənə nümunə təqdim edirəm. Müəllim nümunəni təqdim edir, qarışdırmayın. Müəllim nümunəni şagirdlərə təqdim edir. Və yaxud da hansısa bir misal, məsələ keçirəm şagirdlərə. Məsələnin cavabın yox, sadəcə nümunə olaraq, bir tərəfdən yazıram, inşallah bax nümunəni göstərdim. 4-də nə var? Modelləri və əvvəlcə hazırlanmış nümunələri müəllim şagirdlərə nə edir? Təqdim edir. Düsturu, hansısa bir düsturdan danışıramsa, bir-iki dənə, belə deyim də, başqa bir düstura aid nümunə göstərirəm orada. 4-də nə oldu? Müəllim nümunə göstərdi. Lap deyək ki, fiziki tərbiyə müəllimləridir. Hərci qabiliyyətlər mövzusunu keçirsiniz. Hərci qabiliyyətlər mövzusunu keçəndə şagirdlərə hərci qabiliyyətlərə aid bir-iki dənə nümunə göstərirsiniz. Özünüz göstərirsiniz. Şagird sizin belə deyək, hərci qabiliyyətlərə aid o nümunəyə baxsın ki, o biri mərhələdə artıq da şagird onu yaxşı həyata keçirə bilsin. Aydındır? Bəs 5-də nədir? 5-ə baxaq. 5-də isə şagirdlər yeni materialdan istifadə edərək ümumiləşdirmələr aparırlar. Burada 5-də isə şagird öyrəndiklərini ümumiləşdirir. Ümumiləşdirir. 5-də şagird bildiklərini ümumiləşdirir. Olsun Həsən. Həsən bu mərhələyə kimi öyrəndiklərini danışır. 5-də danışır. Baxın, 4-də kimi nədir? 4-də kimi müəllim nümunəni təqdim etdi. Şagird 5-ci mərhələdə artıq nə edəcəkdir? Bura kimi öyrəncilər ümumiləşdirib, dilinə gətirib danışacaqdır, səsləndirəcəkdir. Burada onda şagirddə idrak olaraq hansı mərhələ onda formalaşır? Bildiklərini ümumiləşdirib danışırsa, anlama mərhələsi burada şagirdin ön plandadır. Konseptual biliyi
və bir də məntiqi təfəkkür burada ön planda olacaqdır. Aydındır? 5-ci mərhələ odur. Bəs 6-cı mərhələdə mən dedim ki, 5-də şagird ümumiləşdirdi, danışdı. Ay İmir, altına nə varacaqdır? Altda isə anlamanı yoxlayacağam. Əgər Həsənin səhvləri var idisə, səhvləri var idisə, istəyir mən müəllim, istəyir digər sinif yoldaşları Həsənin səhvlərini 6-da nədir? Düzəldəcəklər. Ola bilər ki, ismin tərifini düzgün demədi. Leyla qalxır ayağa, deyir Həsən, bayaqlarını sən danışdın, ismin tərifini düz demədi. İsim əşyanın adını bildirir. Kim nə harası ona cavab verir. Aydındır. Ona görə 6-da səhvlər varsa düzəlişlər olunur. Səhvləri kim düzəldir? Şagirdlər və müəllim də səhvi düzəldə bilər. 6-da odur. 7-ci mərhələ. 7-ci mərhələ. Bu sözü görə bilərsiniz, yiz sözün. Yiz yaxın inkişaf zonası deməkdir. Yiz nədir? Yaxın inkişaf zonası deməkdir. Yiz nədir? Yiz yaxın inkişaf zonası deməkdir. Yaxın inkişaf zonası nə deməkdir uşaqlar? Bura sizəm bilməyəcəksiniz, qoy buradan yazım. Yiz odur ki, 3 dənə zona var. Neçə də zona var? 3 zona var. Lütfən o tərəfini görürsünüz. 3 zona var. Birinci zona, ikinci zona, üçüncü zona. Üçüncü zona şagirdin indiki olduğu vəziyyətidir. Nədirsə oldu, bilik səviyyəsidir. Bu birinci səviyyə isə ən yüksək səviyyədir. Ən yüksək. Hələ şagirdin bura getməsinə var. İkinci isə yaxın inkişaf zonasıdır. Biz sualları deyir ki, 7-ci mərhələ deyir ki, yaxın inkişaf zonasına uyğun olaraq şagirdlərə tapşırıqlar verir. Şagirdin indiki vəziyyətə uyğun tapşırıq mən niyə verməliyəm ki? Hal-hazırki vəziyyətinə uyğun dəliyəm verəm. Məsələn, İmir bilin növlərinin, təriflərin hamısını bilir. Mən bilirəm ki, bu indiki vəziyyəti İmirin budur. Elə mən tapşırığı verim ki, ancaq biliyin növlərinə uyğun olar, təriflərinə uyğun nümunə verim. Xeyr, mən şagirdim. İmiri burada gətirə bilmərəm. Çünki şagirdin hələ ora var çatmasına, birdən-birə buradan ora onu necə aparıb çatdırım? Var. Mən şagirdə yaxın inkişaf zonasında istiqamət verə bilərəm. Yəni, bu halında yox. Bu halına çatmaqda ötürü şagirdə tapşırıqlar verməliyəm. Yaxın inkişaf zonası budur. Mövzu olaraq da bir nəzəriyyə o sonra keçiriləcəkdir. Qısacası, yizə uyğun olaraq tapşırıqlar vermək. Yaxın inkişaf zonasına uyğun şagirdlərə tapşırıqların verilməsi. Tapşırıq, yiz, yəni yaxın inkişaf zonasına uyğun olaraq şagirdlərə tapşırıq veririk. Tapşırıq veririk. Tapşırıq veririk. Tapşırıq veririk. Burada tapşırıqları şagirdlər üçün, yəni hazırladıq, qalıb hələ. Hazırladıq, qaldı. Yazdınız bura ki, uşaqlar? Yaxşı. Buradan yazıram, çünki sonra oxuyacağım ona görə. 8-də isə 7-də yaxın inkişaf zonası tapşırıq hazırladıq. 8-də isə çətin tapşırıqların, bax, çətin söhbəti buradadır. Çətin tapşırıqların yerinə yetirilməsi üçün dəstək veririk. Yenə də müəllim yanında daha, müəllim ona istiqamət verir, yol göstərir. 8-də çətin tapşırıqlar üçün istiqamət veririk. İstiqamət veririk. Dəstək olur, istiqamət veririk. 9-da isə artıq müstəqil şəkildə şagird indi, müəllim indi bu yanında olsa da belə, amma kənardan müdaxilə edir. Müstəqil şəkildə tapşırığı icra edir. Tapşırığı icra edir 9-da. 10-cu addımda isə deyir ki, birbaşa təlimi təşkil edən şəxs deyir ki, bir həftədən bir
bir aydan bir həftə və bir aydan bir şagirdləri mövzu ilə bağlı sual-cavab eləyəcəklər. Necə ki, sizə mən mövzunu keçirəm ha. Mövzunu iki dənə mövzu keçdikdən sonra sual-cavab edirəm ha. Burada da birbaşa təlimdə deyir ki, öyrənmə yaxşı yaddaşda qalsın deyənə bir həftədən bir aydan bir əvvəlki bilikləri, bacarıqları nədir? Yoxlayın, nəzərdən keçirin. Əvvəlki bilik və bacarıqları yoxla. Əvvəlki bilik, bacarıqları yoxla. Əvvəlki bilik və bacarıqları deyir yoxla. Yoxla günah. Yazdınız mı? Yaxşı. Gəlin bir daha da bunu ümumiləşdirək. Mövzumuz sorğuyla 5 yeni keçmirəm. 6-cı gün keçəcəm, ümumiləşdirəcəm. Bir dənə bunu ümumiləşdirək görək nə var, nə yoxdur. Deməli, birbaşa mən dediksə qeyd dəftərinizə baxın zəhmət olmasa. Birbaşa tədrisdə dedik ki, nə var? Birbaşa tədrisdə dedik ki, Rosenstein deyir ki, öyrənməmək deyə bir şey yoxdur. Sabah testdə düşər ki, hissə öyrədir. Ondan sonra yüzə uyğun olaraq şagirdlərə tapşırıqlar verir. Avtomatik olaraq hissə öyrətmək hardadır? Hardadır? Birbaşa tədrisdədir. Öyrənməmək deyə şagirdin bir şansı yoxdur. Müəllim materialları nə edir? Hissə keçdikdən sual-cavab edir. Şagirdlərin anlama səviyyəsini deyir, yoxlamaqdan ötürü şagirdlər nə edir? Deyir ki, ümumiləşdirmə apar indiyənə kimi. Şagird ümumiləşdirmə aparır, bildiklərini danışır, səhvlər varsa düzəlişlər olur. Hansı təlim modelinə bu günə kimi keçmisiniz, o sözü hardasa eşitmisiniz? Yox, eşitməmisiniz. Avtomatik hansı təlim modelinə aid olacaq? Birbaşa tədrisə aid olacaqdır. Aydındır? Bilirsinizsə belə bir suallar düşür ancaq. 10 addımda biz dedik ki, birinci mərhələdə əgər müəllim sinifə daxil olursa, birbaşa tədrisdə istifadə edəcəksə, birinci keçdiyi mövzunu inteqrasiya etməlidir. Şagirdin inteqrasiya edərək əlaqələndirməlidir keçdiyi mövzunu. Birinci addımda budur. İkinci addımda dedik ki, mövzunu hissə keçməlidir. Hər keçdikdən sonra sual-cavab etməlidir. Üçüncüdə mövzuna bağlı çoxlu suallar verməlidir. İdraç taksonomiyası mərhələsinə uyğun olaraq. 4-də nədir? 4-də müəllim artıq da şagirdə nə etməlidir? Müəllim şagirdlərə nümunə təqdim etməlidir mövzuna bağlı. Özü nümunə təqdim edir. Hazır nümunəni yox ha, sabah testdə düşər ki, müəllim mövzu ilə bağlı hazır nümunəni şagirdə təqdim edir. Şagird ona baxır, işi icra edir. Bu birbaşadır. Xeyr, hazır cavabı müəllim şagirdə birbaşa da vermir. Nümunə təqdim edir. Aydındır? Bax, siz çaşdıracaq bu. 5-də isə nə idi? Şagird ümumiləşdirmə aparır, bu günə kimi keçdiklərini dilinə gətirir, danışır. 6-da səhvi varsa müəllim düzəliş edir və ya da şagirdlər düzəliş edə bilər. 7-də yaxın inkişaf zonasına uyğun olaraq tapşırıqlar hazırlayırıq şagirdlərə. 8-də çətin tapşırıqlar yerinə yetirməkdə üzrə şagirdlərə istiqamət verir. 9-da şagird müstəqil şəkildə tapşırıq icra edir. Etsə də belə 9-da artıq da 8-ə kimi müəllimdir. 9-da isə şagird artıq tapşırıq icra edir. Aydındır? Və burada da şagird tapşırıq icra etsə də belə yenə də müəllim ona fasilitatorluq edir. 10-da isə deyir bir həftədən bir aydan bir nə idi? Əvvəlki bilikləri sınaqdan keçirmək üçün şagirdlərə tapşırıqlar verin. Qutardı getdi. 10 addımı budur. 5 dənə də prinsip öyrəndik. Orada nə idi? Öyrənməmək deyə bir şans yox idi. Elmə köməkli edərsiniz. Öyrənməmək deyə bir şans yox idi. Əgər aşağı səviyyədə olan şagirdlər varsa, bundan istifadə etsə yüksək nəticə əldə edəcəkdir. Hər bir şagirdin bilik səviyyəsinə uyğun olaraq şagirdləri öyrətmək lazımdır. Müəllimi belə deyim də sizə resurslarla, materiallarla təmin etmək lazımdır. Bu da oradaydı. Bir də nə var idi? Müəllim yerində əyləşməli idi. Bütün şagirdlər diqqəti paylamaq qabiliyyəti olmalıdır. Səhvləri varsa düzəlişlər etməlidir, əks əlaqəni verməli idi. Asad da mövzudur, məncə çətin bir şey deyil. Aydın uşaqlar? Yaxşı, belə. Sonra keçək biraz sual cavabımıza. Hə, yaxşı Lalə, bildim əzizim. Cüzali Məmməd, qaydı dayandırarsan zəhmət olmasa. Müəllimlərə sual cavab edeyim. Görüm